Forddur beləncə bir yekə maşında. Adı nədir bunun abi? Expedition. Expedition. 5-4 motordur. Başıbalan maşın. İşində problem var. Yəni görüm xattaya biləcəm bunu. Abi nətər xuddan? Belə çıxıddan. Pay atomdan sən. Aha. Kırmır açıldı. Aha yürü xuddan ha. Ara xuddan. Nətər eləyək bu işə düşsün ay abi? Gəl işə sal bunu, bunun işini çəkim. Tutdum. İşə sal bunu. Yaxşı qızdırma. Gördüyünüz kimi hansısa silindir pırboluyur. Diagnostika xəta vermir. Yəni ona görə diagnostikanı çəkmir. İndi silindirin effektiv testdirib baxacaq hansı silindir pırboluyur. Əslində bizdən qabaq hansı pırboyladığın görmüş tapıblar. Yəni hansı silindirin yaxşı işləmədiyini. Səhv eləmirəmsə 5-ci silindirdir. Bunlar sveça, babin, farsunka, filan besməkən deyəsən eləyiblər, amma bilmirəm. İndi baxarıq görək nə məsələdir. Niyə bu aylarla da yerimir? Silindirin effektivlik testi nə göstərir? Göstərir ki bizdə biz bəzi silindirləri söndürmüşük burada. Qoşuram hamısını. Göstərir ki 8-ci silindir ümumiyyətlə mühərrikə pay vermək istəmir. Kalinvalı basmaq istəmir. 8 plus 1 də elədir. Bir də elədir. İndi baxacaq görək nə məsələdir. Mühərrik təzə yığılıb. Alışması var. Heç alışması da yoxdur. Alışması da yoxdur. İndi baxacaq görək nə məsələdir. Nə olub burada? Nə baş verir? Alışmada ümumiyyətlə 8-ci silindir heç ümumiyyətlə gəlmədi. Nəsə qəribə bir situasiyadır. İndi müəyyənləşdirək. Vuruşuruq əməlli başlayır. Yəni konkret vuruşma gedir. Ford bir müddət işləyir, sonra silindirin ikisini, üçünü söndürür. Əsasən də 8-ci və 4-cü silindiri söndürür. Oksigen sensorlarına xəta verir də, aqil aşağıda oksigen sensorlarını düzəldir. Naqillərin hamısı qırıqdır. Qırıqdır, yağdır, qırıqdır. Motorist səliqəli işləyir də ona görə. Gözləyirik, yığa oksigen sensorlarının yerinə. Bəlkə ona görə. Motoristlər bizi güllələyəcəkdir. Deməli biz bu Fordla vuruşmağa davam edirik. 2-ci gündür. Deməli biz nə etmişik? Bizdə problem nədən ibarətdir? Bizdə 8-ci silindir farsunkaya impulsu kəsir. Ona görə bu maşın pırboylur. İndi məsələ nədir? Niyə görə 8-ci silindirdə farsunkaya impuls kəsilir? Onu bilmək istəyirdik biz. Biz ora yəni təzə farsunkada qoymuşuq, təzə sveçə də qoymuşuq, təzə babində qoymuşuq. Nəysə düzəlmir bu vəziyyət. Naqillər salamatdır. Yəni bundan əmin ola bilərsiniz də. Yəni bu boyda iş görmüşüksə naqilləri 1000 dəfə yoxlamışıq. 1000 dəfə. Deməli bu avtomobildə oksigen sensorları xarab idi. Qabaq oksigen sensorları. Onların da naqillərini bərpa elədik, onları da düzəltdik. Bir də yağ təzyiq sensorunda problem var idi. Hansı ki oksigen sensorunun xətləri yağ təzyiq sensoru ilə bir yerə birləşir. Yəni belə deyək də hamısı eyni yerdən massa götürür. Onu da düzəltdik. Vuruşmağa davam edirik. Nə etdik biz? Biz mühərrikin idarəetmə blokunu açdıq. Mühərrikin idarəetmə blokunun içindəki 8-ci silindirə cavab verən MOSFET-i çıxartdıq, qoyduq 6-cı silindirə. 6-cı silindirdə impuls itmir. 8-ci silindirdəki MOSFET-i isə sındırdıq. Yəni texniki xəta oldu burada bizdə. MOSFET-i sındırmışıq. MOSFET-in ayağı, Türkün sözü özündən ayrılıb. İndi bir dənə MOSFET tapıb ora yerləşdirəcəyik uyğun vəziyyətə. Deməli, nəysə.
İndi 8-ci silindrdə ümumiyyətlə impuls yoxdur. Biz sadəcə yəni kanalın işləyib işləmədiyini yoxlayırdıq. Daha doğrusu idarə etmənin olub-olmadığını yoxlayırdıq. Fikirləşirdik ki, MOSFET-də problem var. Bəlkə qızandan sonra özün pis aparır filan besməkən, amma gördük ki, yox. 8-ci silindrin MOSFET-i 6-cı silindrdə işləyir də. Yəni 6-cı silindrdə heç bir problem yoxdur. İndi biz 8-ci silindrin mexanikasını yoxlamaq istəyirik. Görək, ola bilər ki, mexanikada hər hansı kompressiya var silindrdə. Deməli, mexanikasını motor testlərdən yoxlamaq istəyirəm. İndi hal-hazırda perixodnik düzəldirik. Deməli, bizim belə deyək də bir dənə problemimiz var. Deməli, sveçanın alışdırma şamının yivi qeyri-standartdır. Heç bir avtomobillə uyğun gəlmir. Yəni bu standartlardan kənar bir dənə yivdir. Ona görə də biz motor testlərin təzyiq sensorunu ora bağlaya bilmirik. Yəni bu yivlə bu yiv fərqlidir. Ona görə onu ora bağlaya bilmirik. Ona görə ona bir dənə beləncə perixodnik düzəltdirmişik. İndi 14-də onun üstünə bağlayıb motor testlərin təzyiq sensorunu da bunun arxasına bağlayacağıq. Vakuummetrdə yatırmışam. Vakuummetrdən də ölçəcəyik. Deməli belə. Bu da bura yəni axıra kimi yivləyə bilmədik içini. Tam axıra kimi bağlanmadığına görə boynuna bir-iki dənə şaybə atırıq. Ki, bəs kompresiyanın bayra basmasın. Amma basan deyil, yenə də özümüzü sığortalayırıq. Yəni mübarizə davam eləyir. Baxaq görək bu avtomobil niyə özünü belə aparır? Niyə 8-ci silindrdə impulsu kəsir? Düzdür, indi daha biz o impulsu görmürük, amma mexanikanı yoxlayacağıq. Yəni blokun zibilini çıxartmışıq indi. Bloku təmir edib qoyacaq yerinə. Heç, o bizim öz məsələmizdir. Orasını düzəldəcəyik, o başqa söhbətdir. Belə. Deməli, analiz elədik biz silindri. Elə mən nə fikirləşirdimsə elə bir şey olub. İndi davam eləyəcəyik. Məsələ nədir? Burada bizdə çıxışda həddindən artıq böyük bir müqavimət var. Düzdür, klapanlarda bir balaca çıxış klapanının açılmasında gecikmə var. Çıxış klapanının açılmasında gecikmə var. Eybi yox. Amma elə o gecikməyə görə çıxışda müqavimətə rast gələ bilərik. Yəni piklərdə problem görmürəm. Analizin nəticəsində aşkar olunub ki, aşağı sıxması var bu mühərrikdə. 8.3-dür. Aşağı sıxma belə deyək də, əmsalı o deməkdir ki, yanma kamerasının belə deyək də, böyüməsi deməkdir. Bu nədən ola bilər? Şatun əyri ola bilər, amma hələ ki fakt bizi çıxış klapanı ilə üzbəüz qoyub. İndi baxacağıq görək məsələ nədədir. Bir də fazalarda problem tapmışıq burada. Fazaların oynaması ilə mühərrik 5-4 tapa bilmirəm, 5-7 ilə qeyd eləmişəm vanuslu mühərriklə. Amma fazalarda əməlli başlı girişdə əməlli başlı oynama var, çıxışda da gecikmə var. İndi baxaq görək nə məsələdir, nə olub. İndi nə etmək istəyirik? Biz bu avtomobili belə deyək də sinxron vallar testinə salmaq istəyirik. Baxaq görək valların testi nə vəziyyətdədir. Ondan sonra tam verdikt avtomobilə təyin olunacaq. Deməli, Ford'un neynədik? Sinxronizasiya oscillogrammasını çəkmişik. Gözləyin fanarı söndürək. Oscillogrammasını çəkmişik. Deməli, bizim problemimiz 8-ci silindrdədir, yəni bu tərəfdə. Bizim o tərəfdən heç bir problemimiz yoxdur. Yəni, oscillogramma düppədüz gəlir. Vurmalıdır düz 4-cü dişə, vurur düz 4-cü dişə. Raspberry valve. Amma oscillogramma deyir ki, şablon oscillogramma deyir ki, bu birisi qaz paylayıcı valv vurmalıdır. 4 diş yarıma. Bura, şablon belə deyir. Bu isə vurmur. Üst-üstə düşmür. Bir balaca, belə deyək də, necə deyim sizə, zajqaniyada, yəni alışmada problem var. Bura vurmalıdır. Şablonu qoyacam, baxarsınız. Bir vurmur diş. İndi qalmışıq ki, bu fərq. Bunu eləyə bilərmi, yoxsa yox? Bilmirəm. Eləyə bilər, yoxsa yox. Çünki çox qəribə avtomobildir. Biz hətta orada MOSFET yoxdur belə. Yəni yoxdur da onun içində MOSFET. Yəni kod yoxdur avtomobildə. Yəni 8-ci silindrin kodunu vermir.
Yəni inanın da sözümdən inanın ki, yoxdur da. Biz bunu 5 dəfə, 10 dəfə diaqnostik eləmişik. Daha yəni ora aləti soxmağın mənası yoxdur. Sizə də sözlə deyirəm. İndi qalmışıq belə ki, o yarım diş deyəndə yarım impuls. Yarım impuls deyəndə ki, hə də yarım impuls, başlı bir impuls, yarım impuls. Bunu 8-ci silindiri işləyib söndürə bilərmi, söndürə bilməzmi? Biz katalizatorun qabaq daçkini ayırdıq. Belə də oksigen sensorunu ayırdıq. Yüklənmə bir balaca azaldı. 0,39 bara düşdü. 0,79 bardan 0,39 bara düşdü. Amma klapan yenə açılış vaxtında problem var. Fazalarda da problem var. Gördüyünüz kimi. Belə ki, bu mərc etməlidir motoristə. Düz deyil, yığıblar, indi mən neyiniyim yığıblar? Söksünlər, bir də yıxsınlar. Ondan ötürü mən bu boyda zirzibil törətmişəm, çıxardım. Beynin MOSFET-i də tapa bilmirik. Fordla mübarizəmizin sonu belə oldu. Göstərirəm. Bu kontroller yanıb. Demək bu kontroller. İndi tapandan sonra da proqramlaşdırmaq lazımdır. Hələ gözləyirik. Deyirlər ki, blok özü daha ucuz başa gəlir. Nəinki o kontrolleri danışma. Nəysə, bu mövzu barəsində danışarıq. İndi davam edirik. Gələk bu Passata. Bu Passat pis işləyir yerində 4-cü silindiri belə deyə də söndürür deməyək. 4-cü silindir priboluyur. Silindirlərin effektivlik testi. Deməli, silindirlərin effektivlik testi deyir ki, bu avtomobildə hava çəkmə var. Özü də pis. Məhz 4-cü silindirdə. 4-cü silindir demək olar ki, xaosu xodda işləmir. Göstərirəm. Sökəndən sonra aşkarladığımız 4-cü silindir kollektor qırılıb. 2 salamatdır, daha doğrusu 3 salamatdır, 2 salamatdır, 1 salamatdır. 4-cü silindirin kollektorunun, daha doğrusu kollektorun giriş tərəfinin plasması dibindən sınıb. Yerinə oturmur, ona görə oradan dəhşətli dərəcədə hava çəkir. Belə. Davam edirik, kollektor gözləyirik. Nədir göstərmək istəyirəm sizə? BMW-dir. 4-cü seri. Bu avtomobili mən aprel ayının 4-də diaqnostik eləmişdim. Onda bunun evap klapanı və bu klapan açıq idi. Yəni mən bunu çıxartdım, ağzımla öpürürdüm, o yana bir yana buraxırdı. Hətta avtomobil evap sistemindən şikayət edirdi. Diaqnostika nəticəsini saxlamışam. Baxın. Bu aprel ayının 4-ü. Bu aprel ayının 4-ü. Görürsünüz saat 02:21. Sistema ventilyasiya topливного бака нарушение функционирования. Вот mən bunu diaqnostik eləməkdən ötürü hətta smog test eləmişdim. Hətta yanıcı qarışığın dəyişməsindən belə avtomobil şikayət edir. Aşkar eləmişdim ki, bu klapan buraxır. Sahibinə demişdim ki, bu klapan buraxır. Buradan baka qədər də hər şeyi yoxlamışam. Hər şey qaydasındadır. Əslində elə yanıcı qarışığın bollaşması avtomobildə bu klapan buraxmasından olur 99%. İndi bu gün ayın artıq iyun ayıdır. Avtomobil yanıcı qarışığın vəziyyətindən şikayət edir. İndi biz təzə klapan quraşdıracağıq. Yenidən avtomobili smog test eləyəcəm ümumi. BMW ilə işimizi davam elətdiririk. Yanıcı qarışığın tərkibindən narazı qaldığına görə, hava bolluğundan şikayət elədiyinə görə
Qərara gəldim ki, bu avtomobili smoke test eləyim. Asmışam aparatı. Deməli, aləti qoşaq və aşkar elədiyimiz sizə göstərim. Düşdü gəlsin. Düşdü gəldi. Görsənir artıq. Və baxırıq. Görürük ki, buradan tüstü qayıtmağa başlayır. İndi hələ ki, bütün sistem dolmayıb deyənə. İndi tam dolsun. Və baxın. Gördünüz. Düşdüm, baxdım, şlank salamatdır, keçən yeri də salamatdır. Aşağıdan. 99% interkullerin özündə çat var. 99%. İndi sahibi, baxın. İndi sahibi ilə razılaşdıracağıq. Nə qərar versə həll eləyərik. Görürsünüz, yəni bir avtomobildə bir nasazlığın olduğunu heç kim demir də, yəni. Biri ilə bitirəcəksən deyə bir şey yoxdur, elə şey yoxdur. Gördüyünüz kimi bu avtomobildə vəziyyət belədir. Belə. Nəticəsini deyəcəm. Avtomobilin dərdi qalovkadan çıxdı. Qalovkada çürüyü var. İndi təzyiq vermişik hava şlangı ilə. Porsche-ni ölü nöqtəyə qaldırmışam. Klapınlar bağlı olsun. Hava ilə təzyiq vermişəm. Bura su gəlir. Nəyə hava gəlir? Avtomobilin 3-cü silindrinin yanma kamerasına su getdiyi üçün avtomobil fil boyluyordu. Yaxınlaşdır buranı çürüyür. Sən videonu başlatdın, özün başlatdın. Həqiqənin buna bax, bura çürüyür, bax buradan da suyu verir. Buna bax, nəmə bax, burada qalır. Buradan da suyu verir bura. Yəni bu qalıqı 100% təmin etməlidir. Yoxlamaq lazımdır. Buralara da bax, bütün antifrizi bu zibil günündə olur. Çox pis antifriz düşürük buna. Bu burada çürüyür. Heç nə, söküldü. Kia Sportage'dir. Yerimir təzə filtr qoyublar. Maşın nə bilim podiuma qalxmır, nə. Gecişir. Aha. O neyinə də la bu təzə filtr. Belə, indi inşallah salamatlıq olsun. Ya dükana qaytaracağıq, ya da baha görə neyinirik, bir şey fikirləşəcəyik. Grand Cherokee ventilator işləmir də. Ventilatorun bloku baha olduğuna görə 3 il bundan qabaq Aqil bunu Arduino ilə yığıb 4 gözün blokuna. İndi xarab olub qalmış xüsulimə. Bilmək ki, nə yardan çalıyıb. Yadından da çıxıb zaten yoxdur. İndi nə dərsə bunu düzəltmək lazımdır. 3 il bundan qabaq xarab olub. Deyən. Bir de burada abırıb var da Aqil. Ay brat, abırıb var da burada. Mən eləm. Sepi dəyişəndə ustalar edir. İndi baxa görə bu nədə düzəldirik. İşdəsə göstərəcəm. Pul verirlər, elə də işləyirik söhbətindəndir. Hə, yarım Porsche. Yarım Porsche mərcüs bu. Deməli, bu deyəsən kondisionerin də 52 dərəcə. Yox, maşınındır, maşının. 37 dərəcə şeyində ventilator işlədir. Bu 4 gözün blokudur. Grand Cherokee'nin üstündədir. Deməli, qoyunda qızsın mühərrik. Tam. Bir dənə də tam açılmasına baxaq ventilatorun.
Yox, işləyir də, bastionda. Nəsə Yox, sönəcək də. sönməlidir. Sönəcək də. Evet, çünki hələ burada şeydir də. Görsən işığı yanır. Hə, gözləyək. Konserləri söndürmüşəm, sönəcək. Düşür aşağı. Nədə? Hə, soyuyur, gözləyin. Bu mühərrikindir. Nəsə yaman gec qızır bu. Termostatdan sonra bax. Hə, Termostat asandan sonra bax. gözləyək. Uşaq vaxtından başlamışdı. Uşaq vaxtı işləyib başım. Gözləyirik. Kondisioneri söndürmüşük, sürətlə temperatur aşağı düşür. Söhbət freon temperaturundan gedir. 2 dənə orada temperatur sensoru qoyulub. .5, 40.3. Mühərrikin də temperaturu yavaş-yavaş qalxır. Gözləyək. Məncə kondisioneri yox, söndürməsən axı freon temperaturu aşağı düşməz. Həm də mufta ayırmayıb ki. Absolut. Uşaq olanda giz-giz şeylərlə məşğul olmuşsan sən. Kim oldu? İndi tökülüb gələcəklər ki, davay düzəlt. Pulla olan şey, tamam. Yox, mən sonradan anladım ki, Hə. yəni nəysə periferiyyanı çox var. Hə, perivelkaya çoxdur. Vəsə, Yəni biz 36 dərəcə relay atdı əlimin altında, işıq söndü, vent yandı. Məsəl üçün bu antikvar maşınları yığırlar. Bir dənə detalınla 1000 motor eləyir. Onlar böyük də. Vəssalam, termostat da açdı. Termostat nə tez açdı o? Ha, yox, buraxdı radiatora suyu da. Yavaş yox. Ha, vəsə, buraxdı radiator. Vəssalam. Vəssalam, yığ paketdə səliqəli vida sal. Belə. Yəni hərdən birdən belə baş gedəndə belə də olur. Ya daha doğrusu yox, baş gedəndə yox. Baş gələn. Pul olmayanda. Pul olmayanda, kasıbçılıq olanda belə olur. Yəni 70 bu şeyə qoşum da, maşının diaqnostika qoşum, görə orada necə göstər. yəni bu da sürətli qalxır. Yox. Yəni vent açır. Maşında orada nasıl böyük eləmişdi. Buradan eləmək olur da, artır azaltmaq olur. Ha, indi gözlə görək hələ bu soyda bilir bunu, dala qaldı. Sən diaqnostikan qoş, başlayalım. Amma açmağı açdı da, bu heç bu ilə bitirdik bu heç, bunu şimdi. Ha, soydur. Soydur, soy. 75-də açdı. İndi bunu elə nastroq eləmək lazımdır ki, bu 75-də açmasın da. İçəridəki temperatura baxmalıdır da. Burada bu 75 ölçür, o nə qədər ölçür? Üzdən qoymuşam axı o şeyi. Boş da, aləti baxaq. Bunun 75-ində öcə dayanmalıdır, 73-ündə zaddır. Müəllim, bu da Grand Cherokee-nin son halı, yığmışıq. Temperatur ventilator açıb 96-dır. Biraz işləsin. Ventilator fırlanır. Dayandı. Arsa 102-də açdı, 96-da da söndürdü. Yəni belə buralarda səliqəlidir dayı. Yığdım yerinə. Ventilator da dayandı. Nastroyka elədim. Ventilator vaxtı açır bağlayır.